balaca, kiçik boylu, uzun dırnaqlı, saçı belə əcib, qəribə məxluqatlar görürəm. İnsanla, belə deyim də, hansı formada istəsə ona cür təsir göstərə bilir. Siz özünüz istədiyiniz hər hansısa bir insana cin müsallat edə bilərsinizmi? Özü gərək onlara təslim ola. Mən getdim, baxdım, gördüm ki, həqiqətən bir cavan, yetkin bir qızdır. Olduğumuz otaqda cin varmı? Hazır ki, otağımızda cinlər də var. Salam, xoş gəlmisiniz. Sizi salamlayıram. Bugün bizim müzakirə edəcəyimiz mövzular cadu, cadunun insanlara təsiri, cinlər və cinlərin insanlara musallat olması ilə bağlı olacaq. Bu, həm cəmiyyətdə, həm də insanlarımız tərəfindən ən çox müzakirə və maraq doğuran məsələlərdən biridir. Müsahibimiz bəzi məsələlərdən dolayı üzünün görünməyini istəmədi, amma bu bizim üçün əsas önəmli olan ona verəcəyimiz suallar və suallara alacağımız cavablardır. Mən düşünürəm ki, bu sizin üçün də maraqlıdır və maraq doğurur. İlk sualımız bundan ibarət olacaq ki, İslamda və digər dinlərdə cinlərlə bağlı nələr buyurulub? Təşəkkür edirəm ilk öncə gözəl mövzuları müzakirəyə qoyduğunuza görə. Bu kimi məsələlərə yaxından tanış olmaq istəyirsə, onda birinci səmavi kitablarda, dinlərdə bu barədə nə gəlibdir? Əldə etdiyimiz məlumatlara görə bütün səmavi kitablarda, o cümlədən də İslam dinimizdə Qurani Kərimin verdiyi mesajlara görə varlıq aləminin 3 yaradılışından danışır. Birinci yaradılış mələklərdir, ikinci yaradılış cinlərdir, üçüncü yaradılış da insanlardır. Ona görə bəzi ayələrdə Qurani Kərim insanları və cinləri paralel şəkildə bir ayədə nəzmə çəkir. Məsələn, mən bütün ins və cinləri yaratdım ki, mənə bəndə olsunlar və yaxud da ki, mənə ibadət eləsinlər, mənə itaat eləsinlər. Ona görə bu barədə dinimizin müqəddəs kitabında söylədiyi bir çox mesajların vasitəsindən biz bilə bilərik ki, həqiqətən belə bir varlıq var, yoxsa yoxdur. Və biz bir çox ayələrdə baxıb görürük ki, Allah Təbarək və Təala bu varlıq haqqında danışır və o cümlədən də qeyd etdiyiniz Qurani Kərimdə Cin surəsi var. Həmin bu Cin surəsinin ümumiyyətlə qısaca məlumatını vermək istəyirəm sizə. Çünki bu surə bütövlükdə başdan ayağa həmin o cinlərin necə bir məxluq olduğunu və yaxud da ki, necə bir durumda olduğunu qeyd edir. İlk öncə buyurur ki, cinlərin bir hissəsi Allahın Peyğəmbərinin Quran oxuduğu zaman Quran ayələrini eşidərkən onlara iman gətirdi. Yəni Peyğəmbərə iman gətirdi və dininə iman gətirdi. Hətta ayədə də belə buyurur ki, onların bir hissəsi Allahın Peyğəmbərinin tilavət etdiyi Quranı eşitdikdən sonra ona iman gətirdilər və özləri də etiraf elədilər ki, biz bu gündən etibarən daha Rəbbimizə şərik qoşmarıq. Deməli, bu nədən irəli gəlir? Varlıqlar ki var, qeyd etdiyimiz, istər mələklər olsun, istər insanlar olsun, istər cinlər. Mələklər müstəsna olmaqla, istisna olmaqla, yəni ins və cinlər özü ixtiyar sahibidir. Onlardan kim istəsə Allaha iman gətirər, kim istəsə iman gətirməz. Yəni orada məcburiyyət edilən bir varlıq yox. Bu varlıqların hər ikisinin özündə ixtiyarı olduğuna görə, bəli, Quranın verdiyi mesaja görə Cin surəsi bu mövzu ilə danışır ki, onların bir hissəsi iman gətirdi, bir hissəsi isə kafir olaraq qaldı. Təbiidir, bu Cin surəsinin özəlliklərindən də biri budur ki, yəni müzakirə məsələsidir ki, görəsən cinin özü Peyğəmbərin gözünə görsənib, yoxsa görsənməyib. Ümumiyyətlə, Peyğəmbərlər cini görüblər, yoxsa görməyiblər. Cin surəsi ətrafında verilən bütün izahlardan biz belə başa düşürük ki, bəli, bir qism alimlərin ümumiyyətlə söylədiyi fikrə əsasən cinin Peyğəmbərlərin gözünə görsənməsi mümkündür. Hətta onunla bağlı Qurani Kərimdə Allah net olaraq Həzrəti Süleyman Peyğəmbərin haqqında danışır və Süleyman Peyğəmbər həddən artıq çoxlu qüdrət sahibi olduğuna görə bir sıra cinlər onun xidmətində olurdu. Sanki Süleyman Peyğəmbər o cinlərlə rahat şəkildə danışırdı və onlara müəyyən işlər tapşırırdı. Quran da çox gözəl şəkildə buyurur ki, biz Süleymanın ətrafına, yəni verdiyimiz cinlər ancaq bizim əmrimizlə yaxşılıqları edirdi və bizim əmrimizə tabi olub əmrimizdən kənara çıxmır. İslam dininin verdiyi mesajlara görə, yəni bir sıra peyğəmbərlər, o cümlədən də Süleyman peyğəmbər də o cinlərlə təmasda olub, o müəyyən işləri icra edib və bu təbiidir iman gətirmiş cinlərdir. Amma iman gətirməyən cinlərin də funksiyasını Allah başqa cür qeyd edir ayələrdə. İnşallah ona digər mövzularda toxunarıq. Bəs maraqlı dediniz, peyğəmbərlər görə bilirdi, cinlər hətta onlarla ünsiyyətdə olur. Bəs insanların görməyi mümkündürmü? Biz bilirik, normalda görünmür, amma hər hansısa bir xüsusiyyət ola bilər. Bunun müəyyən halları var. Yəni bütün insanlar, çünki İslamın verdiyi məlumata görə cin əslində gözə görünməyən bir məxluqdur. Hətta qeyd etdiyimiz bu mövzuda Cin surəsindəki Allah buyuranda buyururlar ki, Cin surəsi nazil olmayana qədər cinlər istədiyi formada hərəkət edə bilirlər. Məsələn, onların bir qismi yerdən səmaya qalxırdı, bir qismi səmadan yerə enirdi. Cin surəsi nazil olandan sonra cinlərin sanki səma aləminə, yəni belə deyim də, o mələklərin olduğu məkana daxil olması
konkret yasaq oldu. Alimlərin söylədiyinə görə cin istədiyi bir formada, istədiyi bir şəklə özünü sala bilir. Amma ümumilikdə cin özü gözə görünməyən varlıqlar kimidir, mələklər kimi, gözə görünməyən varlıqlar kimidir. Amma müəyyən hallarda o ola bilər. Həmin hallar hansı hallardır? İnsan deyilən varlığın öz daxili aləmində Quranın verdiyi məntiqə görə ona qərin deyir. Yəni hər bir insanın özünün bir naparniki var, bir dostu var. Həmin bu qərin təbiri, bəziləri buyurur ki, bu qərin, yəni mələklərdən də ola bilir, bəziləri Quranın verdiyi təbirə görə qərini sırf cin və şeytan adlandırır. Hətta ayəmizdə belə bir məlumat var ki, biz bütün insanlara, yəni onların üzərində və yaxud da ki, yanında bir cin tayfasından olan şeytanı və yaxud da qərini qərar verdi. Maraqlıdır, hazırda olduğumuz otaqda cin varmı? Varlıq olaraq hazırki otağımızda cinlər də var, mələklər də var. Hazırdakı insan da var. Çünki bu aləmdə dediyim kimi 3 varlıqlar var. Onların biri mələkdir, biri cindir, biri insandır. İnsan gözə görünür, amma digər 2 varlıqlar gözə görünmədiyinə görə biz onu hiss eləmirik. İndi oturduğumuz halda əgər mələk gözə görünmürsə, o bizi görürsə və bizim ətrafımızda varsa, bizim bütün dediklərimizi dinləyirsə, o cümlədən də cin deyilən məxluq da o cürdür. Hal-hazırda bizi dinləyir, eşidir, ətrafımızda olan bütün məlumatlardan xəbərdardır. Hətta biz onun haqqında söhbət etdiyimizdə hal-hazırda bilir. Quran və duaların cinlər üzərində təsiri varmı? Bəli, elə məhz bu baxımdan Allah Qurani-Kərimdə Cin surəsini nazil etdi ki, ilahi kəlamların ümumiyyətlə o varlıqlar üzərində təsiri həddən artıq çoxdur. Çünki əgər cinlər Quranın verdiyi mesaja görə 2 qismə bölünürsə, mömin cinlər varsa, yəni iman gətirmiş cinlər varsa, bir də iman gətirməyən cinlər varsa, təbiidir, burada insana ən çox zərər toxundura bilənlər həmin o cin tayfasından sayılan şeytandır ki, Quran daim insanlara buyurur ki, siz çalışın onu özünüzə düşmən götürün. Şeytanı da Allah Qurani-Kərimdə vəsf etdiyi zaman ona 3 sifət vəsf edir. Deyir ki, onun işlərindən biri budur ki, insanı vəsvəsə edir. Digər bir işlərindən biri budur ki, insana toxunur, ona Quran məhz deyir. Bəs cinlər, belə deyək, cadu yolu ilə insanlara bulaşdırıla bilərmi, müsəllat ola bilərmi? Bu məsələ çox geniş müzakirəyə çevrilən məsələlərdən biridir. Qurani-Kərim İslamdan öncəki səmavi kitabların özünü əks etdirən kitabdır. Həmin o Quranın verdiyi mesaja görə şeytanlar vasitəsilə bir sıra cadu və bir sıra belə deyim də xoşagəlməz əməlləri insanlar üzərində başladılar tətbiq etməyə. Quran da buyurur ki, Allah həmin o pis əməllərlə məşğul olan şeytanları aradan qaldırmaqdan ötürü və onlara gözəl təsirini bağışlamaqdan ötürü 2 mələk göndərir yer üzərinə. Həmin o 2 mələklər onlarla mübarizə aparır və bir sıra insanlara həmin o cadunun və yaxud da ki, o əməlin aradan qalxması üçün müəyyən təlimatlar verdi. Bir sıra dini və axirətə imanı olmayan insanlar o mələklərdən əldə olunmuş şeyləri özlərinə əxs etdilər və onun vasitəsilə Quranın verdiyi mesaj budur. İlk prinsip kişi ilə qadın arasında ayrılıq salmağa başladılar. Quran da bunlar haqqında çox gözəl buyurur ki, bu əməllərlə məşğul olan insanların nə dünyası var, nə axirəti var. Ən çox biz həmin hadisələri bəzən sosial şəbəkələrdə yayılır ki, balaca bir gəlinciyi və ya bu kimi vasitələrin üzərinə iynə keçirirlər və ya hansısa bir şəxsin şəklini düyünləyib, əzib ora keçirib nə isə bir dualar yazırlar və ya qıfıl tapırlar, məsəl üçün kilidli qıfıldır, qıfılın arasına iplər sarılıb, tellər keçirilir və hər hansısa bir tutaq ki, bir ər-arvadın və ya hər hansı ayırmaq istədikləri şəxslərin şəkillərini keçiriblər. Bunlar hamısı realdırmı? Biz deyə bilərdik ki, o iynənin özü və yaxud da ki, məsələn, hər hansı bir kuklanın və yaxud da ki, qıfılın özü deyil. Bu, cadukarlıqla məşğul olan insanların əldə etdiyi bəzi, ona dua deməyək də, yəni mənfi təsirə malik olan dua xarakterləri var. O, qıfılın özündə deyil və yaxud da qeyd etdiyimiz o sancdığı iynənin özündə deyil. Ona oxuduğu mənfi duaların və yaxud da ki, mənfi, belə deyim də, o şər qüvvələrə tərəf dəvət edən o müəyyən amillər əsasında ona oxunan duaların təsiri nəticəsində olur və illa qıfılın öz-özündə insanın əməlinə təsiri yoxdur və yaxud da ki, qeyd etdiyiniz o iynələrin və yaxud da ki, kuklaların təsiridir. Onların üzərində qeyd etdiyimiz kimi mənfi oxunan bəzi dualar və yaxud da ki, ona Qurani-Kərim təbiri ilə desək, tilsim,
Yəni tilsim xarakterli bəzi qanunlar ki var, onu tətbiq edirlər. Onun vasitəsilə bəli eləyə bilirlər ki, insanlara onlar nə etsinlər, təsir eləsin. Bəs cadu edilən insan bunu necə anlaya bilər? Müxtəlif formalar hal baş verir onda. Məsələn, cadu olunan insan ilk öncə özündə müəyyən ağrılar hiss etməyə başlayır. Bu ağrılar bəzən görərsən ki, mədə daxili ağrılar ola bilər, bəzən diz qapağı oynaqlarında ağrı ola bilər. Və yaxud da ki, mən bütün həkimləri gedib araşdırır. Bütün həkimlər baxıblar deyirlər ki, səndə heç bir sağlamlığınla bağlı heç bir, yəni içində daxili bir xəstəlik növü yoxdur. Amma bu insan özündə ağırlıq hiss eləyir, yəni dərd çəkir, yorğunluq hiss eləyir, yuxuya daha çox gedir. Bu kimi proseslər adətən ən çox olanda cadu bu kimi şeylərə mənfi təsir qoyur. Balaca, kiçik boylu, uzun dırnaqlı, saçı belə əcib, qəribə məxluqatlar görürəm. Yəni o insan özü görür və onun haqqında başlayır bizə vəsf eləməyə. Hətta onun yaxınlarından özü təəccüb elədi ki, yəni sual verdilər ki, bəs ay bibi, sən doğrudan ərəb dilini bilirsən? Yəni o insan özünə gələndən sonra ərəbcə nə sual verirdi, o cavab verə bilmirdi. Amma həmin halda danışırdı. Deməli bu da ona işarə edir ki, bu həmin şər qüvvələrin təsirinə düşmüş və cinlərin ona təsir etdiyi amillərdən biridir. Bəli, burada müxtəlif fikirlər var İslam alimləri arasında ki, cin özü müsəllət olur, yəni kənardan təsirini qoyur, yoxsa insanın içinə, belə deyim də, girirmi? Bununla bağlı demək olar ki, hər iki versiyanı təsdiq edən adamlar var. Bir qism adamlar deyirlər ki, bəli, o miqdarda, o imkandadır ki, insanın bədəninə daxil ola bilir. Bir qism də deyirlər ki, xeyr, bədənə daxil olmur, kənardan öz təsirini qoyur şeytanın vasitəsindən və cin və cinin övladları vasitəsilə insana küllü miqdarda öz əks təsirini qoyur. Amma araşdırmalar bunu göstərir və özümün təcrübəmdə bunu görə bilirəm ki, cin insanın bədəninə daxil ola bilir. Ən çox hansı məsələlərlə bağlı sizə müraciət edirlər bu paranormal hadisələrlə bağlı? Məsələn, normal bir misal çəkim sizə. Həmin normal misallardan biri budur ki, təəssüf edici bir haldır. İnsanların birinin digərinlə hər hansı bir mübahisəsi, prinsipi düşürsə, İlk prinsipinə güc gəlməkdən ötürü və yaxud da ki, öz o qarşı tərəfinə, öz gücünü, qüvvəsini görmək üçün birinci zehninə gəlir ki, mən ona pislik eləyəcəyim. Və bu pislik etməkdən ötürü təəssüflər olsun ki, gedirlər bəzi o qara-qura işlərlə məşğul olan insanların yanına. Əgər konkret olaraq o işlərlə məşğul olan insanlar onun peşəkarıdırsa, onun mütəxəssisidirsə və onun düzgün şəkildə belə deyim də qayda qanunların bilirlərsə, bəli, onun vasitəsindən eləyə bilərlər ki, həmin insanların hansısa bir həyatına, gedişatına, işinə təsir qoya bilərlər. Bunlar çox nadir hallardır, amma qeyd etdiyim kimi elə hallar ki var, sağlam bir insanı, həkimlərin çarə edə bilməyəcəyi bir insana baxıb görsən ki, gündən-günə əriməyə başlayır, yox olmağa başlayır. Bəli, orada ya yedizdirmə vasitəsindən insan onu verirlər, ya müəyyən qeyd etdiyiniz o fiqurlarla və yaxud da ki, hər hansı bir qıfıl və yaxud da ki, bu kimi şeylərlə müəyyən əməllər edirlər, daha doğrusu dualar oxuyurlar, o duaları sonra aparırlar hansısa bir yerlərdə bastırmaqla və yaxud da ki, hər hansı bir digər xoşa gəlməz yerlərə onu tullamaqla bağlı bu kimi amillər baş verəndə insanlarda o çox daha təsir qoyur. Cinlər hansı hallarda insanlara yaxınlaşa bilər? Bir halda, əgər insan nə qədər Allahdan uzaq düşəcəksə, nə qədər Allahın qoyduğu qayda qanunlardan uzaq düşəcəksə, yəni loru dildə desək, ilahi təlimatlara uymazsa, o zaman cinlərin həmin insana mənfi təsir etmə şansı daha çoxalır. Məsələn, belə deyək də, bir sıra insanlar ola bilər ki, pis-pis əməllərlə məşğuldur. Yəni, bu pis əməllər insani əxlaqdan, ədəbdən kənarda olduğuna görə bu hallarda həmin cinlərin insana mənfi təsiri çox ola bilir. Və yaxud da ki, müəyyən yerlər var, o yerlər bəyənilməyən yerlərdir. Məsələn, adətən, hətta təcrübəmdən bunu deyə bilərəm ki, bizim ölkəmizdə də bəzi yerlər var ki, orada təəssüflər olsun, keçmişdə bizim ev şəraitlərimiz məsələn belə idi ki, evin kənar qismində, üzr istəyirəm, ayaq yollar tikilərdi. Həyətdə, kənarda, orada, burada. Onlar ki, artıq evlərə daxil oldu, evlərin içərisində oldu. Onların ən çox qaynayıb qarşılan yeri murdarlıq və səliqə-səhmansız olan yerlərdir. Hətta məsum imamlarımızdan səhv etmirəmsə belə bir deyim də, kəlam da var ki, yəni evinizi həddən artıq səliqəli saxlayın. Səliqəli saxlayın. O evdəki səliqəsizlik oldu, paryatka olmadı, ümumiyyətlə xarabalığa bənzədi. Onlar oranı özünə məskən götürərlər.
Siz özünüz istədiyiniz hər hansısa bir insana cin müsallat edə bilərsinizmi? Məsələn, mən demirəm, edirsiniz və ya etmək istəyirsiniz. Sadəcə, yəni bunun qaydasını, bunun yolunu bilirsinizmi? Müsəllət etməyin qaydaları var, yolları var. Deyərdim ki, bunun üçün yəni hər bir insanın buna potensialı ola bilər, gücü ola bilər, iqtidarında deyil. Birincisi, bu işlə məşğul olan insan özü gərək onlara təslim ola. Onların bütün istədiklərini eləyə. Deməli, bu işlə məşğul olan insanlar birincisi dindən, Allahın əmrlərindən kənar çıxır. Quranda gözəl bir ayə var, Ənam surəsinin 128-ci ayəsində Allah orada xitab edir ki, yəni siz cinlər həddən artıq bir çox insanları özlərinizə dost seçdiniz, köməkçi seçdiniz. Ayənin sonunda buyurur ki, həmin o insanlar ki, sizə dost və köməkçi oldularsa, onlar o insanlardır ki, kafir olanlardır. Ona görə bu metodla, bu üslubla çalışan insanların ilk öhdəliyi bundan ibarət olmalıdır ki, onlar Allahı və onun dinini, onun peyğəmbərini, onun Quranını tam inkar etsinlər, qoysunlar kənara və həmin o şər qüvvələrdən ibarət olan cinlərə müstəqil şəkildə tabe olsunlar, itaat eləsinlər, onlarla ünsiyyətə girsinlər və o zaman təsir qoya biləcəklər, o zaman. Bu bir qanundur. Belələri varmı, yoxsa yoxmu? Bu artıq ikinci bir sualdır ki, bunun predmeti sayılır da. Yəni bununla bağlı məşğul olan insanlar varmı, yoxsa yoxmu? Təəssüflər olsun ki, Azərbaycanda bir qism insanlar ki var, onlar üçün fərq etməz, mümkündür. Bunlar real şeylərdir. Çünki biz cin deyilən varlığı inkar edə bilmirik. Gözə görünməyən məxluqatlar olduğuna görə onlar da istədiyi şəkildə insanla, belə deyim də, hansı formada istəsə ona cür təsir göstərə bilir. Bunlar realdır. Yəni mən çoxlu nümunələr gətirə bilərəm ki, həmin nümunələrdə öz belə deyim də bizə olan müraciət əsasında, təcrübəmiz əsasında bilirik ki, bir çox insanların dediyində həqiqət var. Cin musallat olan insanın özünü öldürməsi mümkündürmü? İnsanları bir həddə bezdirir və bir həddə yetişdirir və onlar özlərinə intihar edirlər. Mən bunu düzdür, statistika kimi demək istəmirəm. Yəni deyə bilərdim ki, Azərbaycanda bir çox intiharların səbəbinin arxasında bu proses dayanır. Cinin müsəllət prosesi dayanır. Təəssüflər olsun ki, bu hallar baş verəndə bəzi insanlar demirlər. Özünün daxilində bir, məsələn, çoxları deyir ki, depressiya yaşayır. Bəli. Məsələn, deyir ki, bu depressiyadır, amma elə deyil. Yəni mən qonşu olaraq ki, gedim doğrudan vəziyyətinə baxım, görüm həqiqətən bu nədir. Bir qonşuluq haqqı insanın boynuna gəlir də. Yəni bu işdə marağımız yoxdur bizim, təbiidir. Mən getdim, baxdım, görüm ki, həqiqətən bir cavan, yetkin bir qızdır. Özünün bu halının təqribən bir ildən daha çox getdiyini etiraf elədi ki, bu proses məndə bir ildən çox idi, gedirdi. Mən deyə bilmirdim, qorxurdum. Elə bir sanki mənə nəsə mane olurdu deməyə filan ora-bura. Məsələn, müəyyən duaları oxuyurduq, müəyyən suallar verirdi, onu başlayırdı çox aqressiv şəkildə. Hansı ki, yəni bütün insanlar, ailə üzvləri deyir ki, yəni bizim övladımız yəni o həddə olmayıb da, normal, sağlam bir insandır, hər bir şey. Özü, yəni başladı sonra mənə vəsf eləmək ki, mənə məsələn yuxu vasitəsindən gəldilər, belə dedilər, sonra ayıq vaxtında mənə belə dedilər, məni məsələn tutaq ki, götürüb harasa aparmaq istədilər. Bu şeyləri danışanda insan özündə fikirləşir ki, bu sağlam insandır, yəni bunda hansı bir qüsur ola bilər ki, bu birdən-birə bu cür şeyləri danışsın. Danışdıqlarında biri var, yəni məsələn qıraqdan qalan baxıb desin ki, bunun başı qaçıb və yaxud da ki, ağlı yerində dedi danışır. Yox, ağlı yerində olan insandır, belə hər şey dərk edib düşünən insandır. Sadəcə gedən bütün prosesləri özü sənə izah eləyir. Və bunun özünün söylədiyi sözlərə, yəni çoxlarda olub belə ki, deyir məsələn, mən çox vaxt yolda yeriyəndə mənə elə bir içdən bir şey gəlir ki, özünü at maşının altına öldür. Ona görə də intihara cəhd etməyin səbəblərindən də biri məhz bu mövzulardır və cinin müsəllət mövzusudur. Təbii insanlar buna inanmır, bunu qəbullanmır. Mən deyərdim ki, başına gələn insanlardan soruşun, danışdırın onları, onlar sizə desinlər bu proses necə gedir. Lap belə məsələn, bir gün bu hadisəni yaşayan bir insanı oturtdurun mənim yerimdə, qoy danışsın ki, ona müsəllət olanda hansı halları yaşayıb. Bu nə tiblə izah olunası bir şeydir, nə digər psixoloji məsələlə izah olunası şeydir. Bunun yeganə bir dənə səbəbi var. Quran deyir ki, gözə görünməyən məxluqatların bir qismi iman gətirib, bir qismi iman gətirməyib. İman gətirməyib bizim hər birimizə zərər vermək istedadında və gücündən malikdirlər. Çox təşəkkür edirəm gəldiyiniz üçün, minnətdaram.